بسم الله الحمد لله رب العالمين والصلاة والسلام على أشرف الأنبياء المرسلين سيدنا محمد وعلى آله وصحبه أجمعين. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقهوا قولي. رب يسر ولا تؤسر، رب تمم الخير، رب زدني علما وفهما وإيمانا. أما بعد، السلام عليكم ورحمة الله وبركاته. Önceki dersimiz inşallah vəqf işarələrdir. Quranda vəqf işarələri yəni dayanmaq işarələrdir. Birinci hərfimiz inşallah mim hərfidir. Mim hərfində davam etməyimiz heç olmaz. Yəni davam etməməliyik. Davam etsək ayətin mənası dəyişir, vəqf etməliyik. Yesma'un vel mauta yeb'athuhumullah. Belə oxumalıyıq. Yesma'un. Belə oxumalıyıq mimdə. Son dövrdə isə dayansaqdılar, dayanmasaqdılar, amma davam etməyimiz daha yaxşıdır. Son dövrdə isə belə oxunur. İlləhu. Məsələn, belə də oxuya bilərik. İlləhu və iyyəmsəsk. Belə də oxuya bilərik. Qafləmdə isə dayansaqdılar, dayanmasaqdılar, amma dayanmamız daha yaxşıdır. Yəni sadləmin əksidir. Burada da illə qalil fələ tumari fihim. Belə də oxuya bilərik. İllə qalilun fələ tumari fihim. Belə də oxuya bilərik. Üç nöqtə də elə bil ki, üç nöqtə Quranda belə gəlir. Gördüyünüz kimi belə formada gəlir. Və burada dayanıb, burada davam etsək olar. Burada dayanıb, burada davam etmək və yaxud da ikisində davam etmək, ikisində də dayanmaq olmaz. Belə oxumalıyıq. Zəlikəl kitabu la raybə fihi hudəl lil muttəqin. Belə də oxuya bilərik. Zəlikəl kitabu la rayb fihi hudəl lil muttəqin. Belə də oxuya bilərik. Zəlikəl kitabu la raybə fihi hudəl lil muttəqin. Yəni ikisində də vəqf etmək olmaz. Cim hərfində isə hərli-dərlidir, yəni dayansaqdılar, dayanmasaqdılar. Bil-haqq innəhum fityətun əmənu bi rabbihim. Bir də ki, mim hərfin əksi var ki, ləm hərf. Ləm hərf niyə mim hərfinin əksidir? Çünki mim hərfində biz dedik ki, dayanmalıyıq, davam etməyimiz ayətin mənasını dəyişir. Ləm hərfdə isə onun əksinədir, davam etməliyik, dayansaq ayətin mənası dəyişilir. Bugünkü dərsimiz bu qədər və axiru da'vana elhamdülillahi rabbil alemin.